Sosial şəbəkələrdə mini gizli kameraların satışı ilə bağlı yayılan görüntülər ciddi narahatlıq yaradıb. Xüsusilə TikTok platformasında elektron ticarət məqsədi ilə yaradılmış səhifələrdə düymə ölçülü gizli kameralar açıq şəkildə reklam olunur. Paylaşılan videolardan görünür ki, çox kiçik ölçülü bu kameraları müxtəlif əşyaların üzərinə, hamamda, qapı cəftələrində, oyuncaqlarda və kompüterlərin üzərində gizlətmək mümkündür. İzləyicilər rəy bölməsində bu tip reklamların yol verilməz olduğunu, şəxsi həyata qanunsuz müdaxilə riskini artırdığını bildiriblər. Diqqət çəkən əsas məqamlardan biri də bu cihazların təhlükəsizlik məqsədi ilə deyil, məhz gizli müşahidə üçün təqdim olunmasıdır. Üstəlik, belə kameraların cəmi 21 manata təklif edilməsi onların asanlıqla əldə olunmasına və qeyri-qanuni istifadəsinə şərait yaradır. Məlumat üçün bildirək ki, gizli kameraların qanunsuz satışı və istifadəsi hüquqi məsuliyyət yaradır. Bu texniki vasitələr ölkədə mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir. İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə əsasən gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz əldə edən şəxslər 200 manatdan 400 manatadək cərimə edilir və həmin vasitələr müsadirə olunur. Bu cihazların qanunsuz istehsalı və satışı isə artıq cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 302-ci maddəsinə görə bu əməllərə görə 5000 manatadək cərimə, azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.